tədbir görülmürdü. Problemlə bağlı apardığımız tədqiqat və hadisələrin müqayisəli təhlili bunun iki qarşılıqlı səbəbinin olduğunu göstərir. Bu səbəblər eyni zamanda baş verən bir-biri əlaqəli olan proseslər olmuşdur. Bunlardan birincisi, SSR-nin rəhbərliyinə daxil adamların əksəriyyəti milli münaqişələr vasitəsilə Sovet İmperiyasının bütövlüyünü qoruyub saxlamaq niyyətində idi. Onlar Əzəli Azərbaycan torpağı olan Qarabağı ermənilərə rədd etməklə Erməni-Azərbaycan müharibəsinə start vermiş oldular. Bu yolla onlar həm Azərbaycanı, həm də erməniləri əllərində saxlamağı düşünürdülər. Ölkəmizin müstəqillik uğrunda ayağa qalxması və suverenliyini elan etməsi Dağlıq Qarabağın işğalına təkan verdi. Rus-Erməni birgə işğalı Dağlıq Qarabağın Azərbaycanlılar yaşayan kiçik məntəqələrindən başlandı. İkinci mühüm səbəb birincidən heç də əhəmiyyət daşımayan, ilk baxışdan ona zid görünən, ancaq mahiyyətcə onlarsa bağlı olan Sovet İttifaqının dağılmasına təkan verən proses olması idi. Bəzi politologlar və siyasətçilər belə hesab edir ki, bu prosesdə beynəlxalq gücləri və böyük dövlətlərin rolu çox olmuşdu. Onlar silah gücünə məğlub etməyin mümkün olmadığı SSR-ləri dağıtmaq niyyətindəydilər və Sovet rəhbərliyinə daxil olan bir çox adamlar da hələ də dəqiqləşməyən səbəblərdən onlara yardımcı oldu. Əslində isə Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdir. Bu planın müəllifləri Moskvada oturub, gözə görünməz barmaqlarını Qarabağda işə salmışdılar. Kimisi Azərbaycan kimi yağlı bir tikəni əldən verməməyə çalışır, kimisi yüzillər boyunca çalışdığı arzuna çataraq torpaq iddiasını həyata keçirmək istəyir. Kimisi də bu fani dünyada müvəqqəti olan vəzifə kürsünü özünü tərkin etmək üçün 100 noktadan çıxırdı. Bütün bu oyunların qurbanları olan adi adamlar isə gözlənilməz fırtınaların dayasına qətlə yetirilir, əsir götürülür, yurt yerindən qovulurdu. Bir ilin, bir obanın, bir yurdun taleyinin həll olunduğu günlərdə hələ də yuxarıda senariləşdirilmiş videorolik tamaşa edilirdi. Yaxın keçmişə nəzər salaq. Gözleyip, gizleyip zaman sirrini. Değişip dünyanın işi, amalı. Diyesen yetişir kıyamet günü. Vədəsiz küləşlər əsir, Xocalı. Sərt gəldi fevralın 26-sı. Aldıma qərq oldu bulaqlarda su. Qəfildən quruldu bir yurdun yası. Bir kəsə çatmadı səsim, Xocalı. Od yandı, el düşdü kiyə, təşvişən. Nalələr, fəryadlar dirəndi ərşən. Allah da baxmadı bu haqsız işə. Titrədik biz, əsməsin Xocalı. Əzəldən əl atıb böhtana şənə. Çaqqallar toplaşıb güc gəlir işirə. Matəmə büründü yurt birdən birə. Ötüşdü bir qəmli nəsim Xocalı. Nə görüb, nələri çəkməyib başım. Od tutdu o gecə torpağın daşım. Dul qalmış gəlinin gözünün yaşım. Bəs necə qurudum, kəsim Xocalı. Dinmirəm, gözümdə gilələnir yaş. Yadıma düşdükcə o gün, o savaş. Qız ana itirdi, qardaşı qardaş. Mən necə kiriyim, susum Xocalı. Söyləsəm bu dərdim dağlardan ağır. Namərdlər yoluma daş dırırdadır. Dağıldın kən-bökən, çadır basadır. Bəs kimdən incəyir, küsüm Xocalı. Uyuyan kəsləri yuxudan ayır.
Yasin, Xocalı. Neçə illərdir ki, azadlıq quşu elə hey fırlanır, düşmür aşağı. Neçə illərdir ki, Allah neyləyim, yad əllərdə qalıb vətən torpağı. Neçə nəsillərin başının üstdən azadlıq ilğim tək keçdi durmadı. Böyük bir tarix yazan milletin tarixin pozdular, dinən olmadı. Getdi Ulu Göyçə, getdi Zəngəzur, getdi elimizdən ellər obalar. Gör neçə əsrdir, dayanmaq bilmir millətin başına gələn bəlalar. Getdi torpağımız hey metil-metil, dedilər bu azdır, biraz da çəkir. Tanrımı çəkirdi səbri millətin, Tanrı şahiddir ki bu rəzalətin sonu qurtarmadı, sonu bitmədi. Yenə göz dikdilər, yenə torpağa. İndi göz dikilir, göz Qarabağa. Millət vətən deyib qalxdı ayağa. Çox böyük ümidlə baxdı sabaha. Çıxdıq axın-axın, çıxdıq meydana. Səsimiz yayıldı bütün cahana. Yumruqlar havaya qalxdı. Azadlıq! Bu gücü, birliyi hiss etdi onlar. Girdilər araya nifaq saldılar. Satdılar milləti, yaman satdılar. Sapı özümüzdən olan baltalar. Görəndə içində bu satqınları, qırıldı xalqımın babək vüqarı. Meydana toplaşan o milyonların azadlıq yanğısın dünya duymadı. Haqqı tapdalanmış ulu bir xalqın səsinə səs verən kimsə olmadı. Könüllər gəzsə də o tay bu tayı həsrət körpüsünü keçən olmadı. Xalqımın çoxdankı arzu, muradı yenə ümidlərin ayına qaldı. Millətin davası qeyrət davası acıyıb yanırdı gedən torpağa. Başda oturanların stul davası minlərlə insanın baxışlarında bir ümid çırağı alışdı uyandı. Azadlıq uğrunda qalxan qılınclar sındı, bu millətin başında sındı. Arxası yox idi, bunu bilirdi. Dözümlü millətdir, hələ dözürdü. Bir axşam bir xəbər sarsıtdı bizi. Bu xəbər titrətdi dizlərimizi. O gecə qəfildən bir xəbər gəldi. Bir xalqın eğilməz belə eğildi. Şahtalı sadaqlı o qış gecəsi körpə bağların baş kəsildi. Dünyanın ən böyük bir faciəsi nədən bu millətin başına gəldi? O gecə yatmışdı başda duranlar, isti otaqlarda mürcü vuranlar. Çıxdı küçələrə millət yatmadı, analar ağladı o qış gecəsi. O kar qulaqları səsi çatmadı, körpə balaların ağ naləsi. Yalancı xəbərlər, uydurma sözlər gəzib dolaşırdı xalq arasında. Yaxşı ki, Çingiz təkidi doğullar, həqiqəti çəkdi kamerasında. Tarix qanla yazdı həmin gecəni. Gəlməsin, gəlməsin o gecə bir də. Hər vaxt səhər olsun yer kürəsində. Bir əsrin Xocalı faciəsi də qalsın yaddaşlarda, çıxmasın yaddan. O gecə düşmənə nifrət gecəsi. Bir əsrin millətin hayqıran səsi durmasın, gurlasın dəli nərəsi. Vətənin bu ağır çətin vaxtında hər kimsə Türk qanı varsa qanında dursun sıralarda əlində silah, ürəkdən qışqırıb desin ya Allah! Bu vətən uğrunda qurbandır canım, yadlara qalmasın Azərbaycanım. Tarixin bu qanlı faciəsini gərək unutmayaq, saxlayaq yadda. Hər vaxt ayıq olsun vətən övladı, düşmən dayanıbdı ocaq başında. Bir düşmən elə bir kötəyə bənzər. Yalnız birliyimiz kötəyə əzər. Bu düşmən şanıdır, zəhəri acı. Yalnız birliyimiz ondan acı. Bu adi gerçəkdir, bu həqiqətdir. Biz bu həqiqəti anlayıb gərək Atalar